simiti tapan obraza ait doğru fikir hansıdır? A. Digərlərini köməyə çağırır. B. Meşəyə qida tapmağa gedir. C. Huşunu itirdiyi üçün nə baş verdiyini anlamır. Bilgiler cevabılar. Cevablar oluyor. Üçüncü sual. Bir yol taparıq cümləsində işlənmiş yol sözünün ifadə etdiyi məna hansıdır? A. Üsul, vasitə. B. Dəfə, kərəm. C. Gediləcək məsafə. Dördüncü sual. Mr. Smith'ə od qalamaq üçün nələr lazım olmur? Və əgər bizdə olsaydı, olmurun üstündən xət çəkəcəkdik. Yəni dairəyə alacaqdik. A. Günəş. B. Kibrit. C. Şüşə. Hangi gündəlikləri öz yazısının üstünə qoyasın ki, bir-birimizdən köçünməyir? Təhqirə keçsəm. Jonathan Mr. Smith'i dahi adlandırmakta haqlı idimi? Səbəbini izah edin. Orada öz fikrinizi yazacaksınız. Haqlı idi, yoxsa haqlı deyildi? Səbəbini də yazacaksınız. Hər bir bitirdisə, qələmlər qələmqabıya və qələmqablar çantaya götürülür. Qırmızı qələmlər də stolun üstündə. Qələmlər göstərin. Keçdik birə. Mr. Smith'i tapan obraza ait doğru zikir hansıdır? Orada cavab A'ydı. Kime yazmayayım? Yazmayayım. Çünkü digərlərini köməyə çağırır. Niye? Çünkü digərlərini köməyə çağırır ki, geçsin Mr. Smith'i tapsınlar və od qalasınlar. Sizdən soruşacağım. Mətndə hansı suala cavab yoxdur? Mr. Smith ilə Herbert'i yanında saxladı. Yukarıda. Çünkü Mr. Herbert'in elinde saati vardı. O şehirde güneşte ocak kalabiləcəkdi. Düzdür. Oxuyalım. Jonathan meşədən nə ovlamışdı? Orada cavab var. Xeyr. Yoxdur. Sərdə. İlk Jonathan'ın şalvarını neden atıştırdı? Sərdə. De. Çünkü biraz sendeti dağılmıştı. Aferin. Ot yerine. Fatıma sen de. Gözlüyün 10 şüa güneşe tutar, 10 şüası yandırabilir. Aferin. Açalım. Əsgərdə. Bəli, çünkü onların elə bilmədiyi şey elədi. Məsələn, nəyi elədi? Onlar ocaq qala bilmədi, amma Mr. Smith saatin lupasıyla ocaq qalardı. Sonra kim? Adil. Yox, Adil sən demə. Əlif. Çünkü şüşələ, güneş ilə işi baxdı və vəhşi adada həyatda qala bildi. Yəni kibrit yox, sadəcə şüşə və güneş var idi. Yəni düz həqiqətən qaldı. Ədalətli. Haklıydı. Çünkü o hadisinin altına gəlməyən pulla od qurdu.
haklıydı. Güneşin ışığı ile bir de lupa ile hiçbir ağına gelmeyen tongal yandı. Ama tam haklıydı. Çünkü hissesinin çok ağırlıydı. Neye göre? Çünkü o od qalabilirdi. Gözlüyü var idi. Ona görə güneşe tuttu. Yox, axı onun gözlüyü yox idi. Saatı ilə elə. Saat böylədir. Haklıydı çünkü şeyde od qalırdı. Haklıydı çünkü kibritler yok. Daşlarla ettiğinde odu yandırdı. Axı daşlarla eləmədi. Saatla bir də güləşdən istifadə etdi. Yani sağdım şişesini çıkardım ve güneş verdim. O kibritle yok, güneşe şişe taraf etti. Adil, bəs sən də Ben de əlavə edeceğim ki, Mr. Smith yaşamak için yaşlı fikirler değil. Çünkü oğlamak ve tongal yandırmak her insan birincide yadına düşür. Kimse birincide diğer ki ya babamı düzeltir. Ama Mr. Smith değil ki of tamam ben tongal eyleyem. Ondan sonra babalarını işleyerler. Haklıydı çünkü o araba yandırabildi. Hayır. Haklıydı, ben her şeydi. O şuşası olan şuşası ile tongalı güneş ve şuşasını tongalı yaptı.